Kəlbəcərdə traktor minaya düşdü. 36 yaşlı sürücü xəsarət aldı. İstanbul görüşü ərəfəsində sarsıdıcı zərbə. Müharibə tarixində ilk yaşandı. Rusiya ərazisindən havaya qalxan dronlar Rusiya aviabazalarını bombaladı. Qəzzada humanitar yardım mərkəzi vuruldu. Onlarla Fələstinli həyatını itirdi. Salam, hər vaxtınız xeyirli olsun. İTV Xəbərin 14 buraxılışını təqdim edirik. Studiyada Murad İbrahimoğludur. Bugün Azərbaycan sabit siyasi sistemə malikdir. İqtisadiyyat inkişaf etməkdədir. Bunu Prezident İlham Əliyev 30-cu Caspian Oil and Gas, 13-cü Caspian Power və 30-cu Baku Enerji Forumun rəsmi açılış mərasimində çıxışında deyib. Azərbaycanda geniş miqyaslı islahatların həyata keçirildiyini söyləyən dövlət başçısı, xarici borcumuzun ümumdaxili məhsulun 7%-ni təşkil etdiyini vurğulayıb. Prezident İlham Əliyev ölkənin yaşıl enerji gündəliyinə də diqqət çəkib. Bildirib ki, Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Prezident İlham Əliyev Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarı qəbul edib. Görüşdən sonra Türkiyəli nazir jurnalistlərin suallarını cavablandırıb. Türkiye ve Azerbaycan, bugün konuşmamda da ifade ettim, aslında sadece tabii Türkiye için değil ama özellikle bölge için önemli arz güvenliğine katkı yapıyor. Avrupa'nın arz güvenliği için. Dolayısıyla bu alandaki işbirliğimiz bizim birçok tarafa da aslında katkı yapacak cinsten. Ve bu konuları da kendileriyle konuşma fırsatı bulduk. Özellikle doğalgaz alanında Avrupa'nın arz güvenliği, Avrupa'ya ilave gazın ve farklı kaynaklardan gazın gitmesiyle alakalı projelerde de önümüzdeki dönemde inşallah yeni gelişmeler olacak. Ve bir de tabii artık yeni alan elektrik alanı. Elektrik Azerbaycan'dan Türkiye'ye, Gürcistan üzerinden ihracat şu anda devam ediyor. 250 megawattlık bir kapasiteyi kendilerine tahsis ettik. Bu özellikle Türkiye'de Star ve Petkim'in ihtiyaçları için şu aşamada ama önümüzdeki dönemde hem Nahçıvan'da yenilenebilir enerjinin üretilmesi ve onun Türkiye'ye getirilmesi ve tabii Türkiye üzerinden de Avrupa'ya gitmesiyle alakalı projeleri geliştireceğiz. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən Bakı Enerji Həftəsi 30-cu dəfə fəaliyyətə başlayıb. Keçirildiyi illər ərzində Bakı Enerji Həftəsi həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq qlobal tədbirlər təqvimində mühüm hadisələrdən birinə çevrilib. Bu tədbirlə bağlı daha ətraflı məlumatı isə hazırda bizimlə canlı bağlantıda olan əməkdaşımız Elmira Seyfəddin qızı təqdim edəcək. Salam Elmira, hər vaxtınız xeyir olsun. Buyurun, söz sizdədir. Hər vaxtınız xeyir olsun Murad. Sizi Baku Expo mərkəzindən salamlayıram. Qeyd edeyim ki, bugündən artıq Bakı Enerji Həftəsinə start verilib. Qeyd edeyim ki, 2-4 iyun tarixlərində Bakı Enerji Həftəsi çərçivəsində 3 mötəbər tədbir keçiriləcək. Bunlar 30-cu Beynəlxalq Yubiley, Xəzər Neft və Qaz sərgisi, eyni zamanda 13-cü Xəzər Enerji və Yaşıl Enerji sərgisi və sabah keçiriləcək Beynəlxalq Enerji forumudur. Qeyd edeyim ki, Bakı Enerji Həftəsi hər il dünyanın müxtəlif ölkələrindən mütəxəssisləri bir araya gətirən mötəbər tədbirlərdən biridir və neft və qaz sahəsində, enerji sahəsində müxtəlif sazişlər, müqavilələr, memorandumlar imzalanır. Az öncə burada SOCAR və Energetika Nazirliyi arasında anlaşma memorandumu imzalandı. Qeyd edeyim ki, Bakı Enerji Həftəsi çərçivəsində hər il, yəni bugünə kimi 30 il ərzində 80-dən çox ölkədən 9 mindən çox şirkət, 170 mindən çox ziyarətçini bir araya gətirib. Bu il isə Bakı Enerji Həftəsi
39 ölkədən 267 şirkəti bir araya gətirir və burada iştirak edən şirkətlərdən 35%-i yeni şirkətlərdir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq getdikcə artmaqdadır. Bunu elə sərgidə iştirak edən şirkətlərin 70%-nin xarici şirkətlərdən ibarət olması göstərir. Qeyd edim ki, sərgidə müxtəlif panel müzakirələr də təşkil olunur və az sonra elə panel müzakirələri də start veriləcək. Məndən hələlik bu qədər. Buyurun, sözü yenidən sizə ötürürəm. Təşəkkürlər Elmira, ətraflı məlumatlar üçün. Davam edirik. Kəlbəcərdə traktor minaya düşüb. Hadisə rayonun Susuzluq kəndi ərazisində baş verib. Traktorun minaya düşməsi zamanı partlayış olub. Nəticədə traktorun sürücüsü, Kürdəmir sakini 36 yaşlı Rəşadət Əsədov xəsarət alaraq xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərilib. Vəziyyəti qənaət bəxşdir. Azərbaycanda bu həftədən etibarən ardıcıl 4 gün, iyun ayının 6-sı, 7-si, 8-i və 9-u tarixlərində iş olmayacaq. Belə ki, 6 və 7 iyun Qurban Bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür. Qanunvericiliyə əsasən 7 iyun tarixi şənbəyə, yəni qeyri-iş gününə təsadüf etdiyi üçün növbəti həftənin bazar ertəsi, 9 iyun tarixi də istirahət günü hesab olunur. Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün iyunun 6-sından başlayaraq 4 gün ardıcıl iş olmayacaq. İTV Xəbər efirdədir. Yenidən diqqətlər İstanbula yönəlib. Bugün Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu şəhərdə növbəti danışıqlar keçiriləcək. Görüş ərəfəsində isə Ukrayna Rusiyaya geniş miqyaslı hücum həyata keçirib. Əməliyyatlar nəticəsində Rusiyaya təxminən 7 milyard dollar dəyərində ziyan dəydiyi bildirilir. İstanbulda keçiriləcəyi vacib görüş ərəfəsində Ukrayna Rusiyaya güclü hücum həyata keçirib. Rusiya Müdafiə Nazirliyi hücum faktını təsdiqləyib və bunu terakt adlandırıb. 5 vilayətdə yerləşən hərbi aerodromlar hədəfə çevrilib. Ehtimallara görə 40-dan çox təyyarəyə zərər dəyib. Ukrayna prezidenti Volodymyr Zelenski hücum barədə daha ətraflı danışıb. Hazırlıq il yarım çəkib. Bu hücumu unikal adlandırmaq olar. Ən maraqlısı isə budur ki, əməliyyatın qərargahı Rusiyanın ərazisində yerləşib. Düz Federal Təhlükəsizlik Xidmətinin yanında. Hücum zamanı 117 drondan istifadə olunub. Strateji raket daşıyıcılarının 34%-i bazalarında vurulub. Qüvvələrimiz Rusiyanın müxtəlif bölgələrində fəaliyyət göstərib. Onlar artıq ölkədən çıxarılıb və təhlükəsiz yerdədirlər. 7 milyard ABŞ dolları. Bu, vurulan zərərin təxmini dəyərdir. Yayılan bəzi məlumatlara əsasən pilotsuz uçuş aparatları hərbi aerodromların yaxınlığında dayanan yük maşınlarından buraxılıb. Bu xüsusi əməliyyata Web adı verilib. Ona şəxsən Ukraynanın kəşfiyyat xidmətinin rəhbəri Vasiliy Malyuk rəhbərlik edib. İlk növbədə bu, Rusiyanın nüvə triadasının əsas komponentlərindən birinə güclü zərbə oldu. Ən azı 4 Tu-95 təyyarəsi yanıb. Bunu hamı görüb, videolarda var. 1-2 gün ərzində pek görüntülərini görəcəyik. O zaman zərbənin nəticələrini qiymətləndirə və bu hücumun Rusiya üçün nə qədər ağrılı olduğunu qiymətləndirəcəyik. Lakin indi də bir məqam açıq görünür. Kiçik və ucuz dronlar nəhəng strateji bombardmançı təyyarələrə güclü zərbələr endirdi. Tu-95, Tu-22 və Tu-160 Rusiyanın Ukraynaya raket atmaq üçün müntəzəm olaraq istifadə etdiyi ağır bombardmançı təyyarələrdir. Onlara dəyən zərərin həcmini hazırda müəyyən etmək çətindir. Ukrayna sakinləri hücumu dəstəkləyiblər. Bu onları reallığa qaytara bilər. Bəli, əməliyyat gözlədiyimiz effekti verməyəcək. Lakin gələcəkdə şərtləri diktə etməyə şərait yaratmaq üçün ilk addımlardan biridir. Düşünürəm ki, bu müharibənin sonuncu yayıdır. Məncə belə bir uğur çox vacibdir. Düşünmürəm ki, bu İstanbuldakı danışıqlara təsir edəcək. Belə bir görüş lazımdır, lakin yenə də əməliyyat bizi sevindirdi. Bunu mühüm bir mesaj kimi də qəbul etmək olar.
Rusiya hərbi aerodromlar kimi Ukraynanın potensial hədəflərinin təhlükəsizliyini gücləndirmək məcburiyyətində qalacaq. Əlavə hava hücumundan müdafiə sistemləri, elektron müharibə sistemləri yerləşdirmək, təhlükəsizlik işçilərinin sayını artırmaq lazım olacaq. Bütün bunların həyata keçirilməsi çox böyük vəsait, eləcə də böyük səy tələb edəcək. Çünki pilotsuz uçuş aparatları dövründə zərbə hətta Sibirdən də endirilə bilər. Ukraynanın kütləvi dron hücumundan sonra tərəflər İstanbulda sülh axtarışına çıxıb. Çırağan sarayında keçiriləcək danışıqlarda Rusiyanı Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti, Ukraynanı isə Müdafiə naziri Rüstəm Umerovun rəhbərlik etdiyi heyət təmsil edir. Danışıqlarda atəşkəs, humanitar dəhlizlərin açılması və mülki əhalinin təhlükəsizliyi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir. Türkiyə bu danışıqlara vasitəçi ölkə qismində ev sahibliyi edir. Ateşkes nasıl olacak? İşgal edilen yerler nasıl olacak? Toprak takası olacak mı? Esir takası olacak mı? Tekrar nihai barışa giden yol haritası ne olacak? Ukrayna'nın NATO'ya üyeliği ile ilgili Rusya'nın çekinceleri ortadan kalkacak mı? Rusya Ukrayna'nın ordusu olmayacak diyor. Ukrayna güvenlik garantisi istiyor. Batı'nın burada nasıl yer alacağı bir sürü konu görüşecek. Ama bu bir ateşkes. Bakın barış değil, çok önemli. Cephe konuşulacak. Savaşıp savaşmayacaklarını konuşacak. Biz öyle nihai bir barış beklemiyoruz ama buradan bir sonuç çıkacak. Çünkü bir önceki görüşmede biliyorsunuz esir takası ortaya çıkmıştı. Ben bu sefer kısmi de olsa esir takasına benzer ya da başka bir şey bekliyorum. Bu çünkü Hakan Fidan'ın Moskova ve Kiev ziyaretleri çok verimli geçti. Türkiye'nin burada kolaylaştırıcı etkin diplomasisinde sonucu var. Savaşan tarafları masaya oturtturuyoruz. Bu çok önemli. Kanlı bir savaş var ama İstanbul'da diplomasi var. Qəzzanın cənubunda yerləşən humanitar yardım mərkəzi yaxınlığında İsrail ordusunun açdığı atəş nəticəsində 31 Fələstinli həlak olub. Onlarla insan yaralanıb. Bu barədə Fələstin mənbələrinə istinadən məlumat verilib. Qeyd olunub ki, sakinlər həmin əraziyə yardım almaq üçün toplaşıb. İsrail Müdafiə Qüvvələrindən isə bildirilib ki, humanitar yardım məntəqəsində baş verən yanğın nəticəsində ölüm halları barədə məlumatları yoxdur və məsələ araşdırılır. Sonuncu sujetdə sizi Kolumbiyanın rəngarəng və bir o qədər də dadlı festivalına aparacağıq. Burada keçirilən Gran Tomatina festivalı minlərlə insanı bir araya gətirib. Həm əyləncə, həm də yerli fermerlərə dəstək məqsədi daşıyan tədbir yenə izdiham və coşqu ilə yadda qalıb. Yüzlərlə gülümsəyən üz, qırmızı rəngə boyanan ərazi və coşqu dolu anlar. Uzun fasilədən sonra Gran Tomatina Kolumbiya festivalı yenidən baş tutub. Pomidor əkini üzrə ixtisaslaşmış fermerləri bu təşəbbüsə cəlb etdik. Məhz onların zəhməti və torpağımızın bərəkəti sayəsində bu şənlik yenidən əvvəlki rəngarəngliyi ilə geri döndü. İspaniyanın məşhur La Tomatina festivalından ilhamlanan bu şənlik Kolumbiyada sadəcə 15-cidir. Buyla Sutamarçada keçirilən şənliyə 20 minə yaxın insan qatılıb. Bu festival həmişəki kimi bu dəfə də yerli və xarici qonaqları bir araya gətirib. Biz bu tədbiri yalnız əyləncə üçün təşkil etmirik. Ustamarçanın iqtisadi əsasını təşkil edən pomidor təsərrüfatına diqqət çəkmək üçün keçiririk. Çünki əhalinin 80%-i dolanışığını məhz bu sahədən təmin edir. Festivalı unikal hesab edirəm. Daha əvvəl bu şənliyi İspaniyada keçiriləndə görmüşdüm və həmişə bizdə də təşkil olunmasını istirdim. Arzum kin olub. Buradakı izdiham və coşqu bunu açıq-aydın göstərir. Festivalda istifadə olunan 45 tonluq məhsul həddindən artıq yetişmiş ya da satışa yararsız hesab edilən pomidordur. Bu da həm israfın qarşısını alır, həm də yerli fermerlərin məhsul dövriyyəsinə töhfə verir. Təşkilatçılar gələcək illərdə tədbirin daha geniş miqyasda keçirilməsini planlaşdırırlar.
Bu saata bu qədər. Sağ olun.